Salam əziz və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu günləri trenddə olan bir video haqqında danışacağım. Danışmamışdan qabaq qısa bir xatırlatma eləyək. Hər gün 4'dü, 3'dü, 2'di bu yaşamaqdır. Narkomaniya haqqında onu demək istəyirəm ki, neçə cavanlarımızın həyatına son qoyub. Narkomaniyadan heç kim xeyir görmür. Yəni nə qədər narkomaniyadan uzaq olsaq, bir o qədər yaxşıdır. Canımız sağlam, həyatımız isə gözəl olar. Videomuza keçməmişdən əvvəl kanalımıza abunə olub, video bəyənib, rəy bildirməyi unutmuruq. Keçirik birinci videomuza baxırıq əziz dostlar. Xanadan tanıyıram, çox yaxşı aktrisadır, istedadlıdır və belə bir video çəkib müsbət qarşılayıram. Yəni fikir müsbət. Keçək digər videolarımıza baxaq. Keçirik ikinci videomuza. hər gün Her gün. Yəni bu oynanılası mahnı deyil, sən bu mahnını oynayasan, nə bilim oral-bura göstərəsən. Yəni bildiyim qədər yəni şişirtmədiyin yer qalmayıb. Yəni şişirtməkdən də əlavə, yəni ki bu oynamaq üçün bir mahnı deyil. Çox mənasız alınıb. Dəyərləndirməyə qalsa mənim fikrimcə çox pis. Keçirik üçüncü videomuza baxırıq. hər gün Her gün. Bu işarət eləyir ki, bu yaşamaqdır. Yəni ki, başa düşdüyüm qədər bu mahnı ilə uşaqdan danışır. Dəyərləndirməyə qalsa, yəni ki, belə yaxşı bir paltar geyinsə də daha yaxşı olardı. Üstü açıq xoş deyil. Yəni ki, mənfi qarşılamaq olar. Yəni xoş deyil. Keçirik dördüncü videomuza baxırıq. Mən bir çox videolarımda uşaq videoları qoyuram ki, videolarda şirinlik olsun. Bu videomda da bir uşaq videosu tapmışam. Mənim xoşuma gəldi. Ümid edirəm ki, sizin də xoşunuza gələr. Baxaq. hər gün Her gün. Həqiqətən də bu video xoşuma gəldi. Ümid edirəm ki, sizin də xoşunuza gəldi və keçək digər videomuza. Mövzudan kənar sizə bir video göstərəcəm. Mənim heç xoşuma gəlmədi, çünki düşüklük kimi qəbul elədim. Sizə göstərəcəm, siz öz fikirlərinizi rəydə qeyd edərsiniz. Mən subay deyiləm. Başa düşənmədim. Bəs mən ona görə bayaq sənə söz atdım ki, 6 aydır, 5 aydır məndən xəbərin yoxdur. De yaxşı gedəsən. Valla, Kim alıb səni? məni kim almaz ki? Yox, bilirəm, kim alıb da? Çox hörmətli bir insan. Həminki qardaşın başqa videosuna baxaq. Yəni dediyim kimi, mənim heç vaxt belə videolardan xoşum gəlməz. Amma yenə də sizin fikrinizi bilmək mənim üçün önəmlidir. Ona görə videoya keçid eləyək. Mənim pulum var idi, o vaxt aylıq kart alırdım. Bacım, qardaşım başımda pərvanə idi. Pulum qədər aldın? tutardı, Nə qədər? 190 manat pul alırdım. 190 manat nə puldur ki, ondan sən başında pərvanə olsunlar. Mən bilirəm. Bəzi insanlar qayıdıb deyəcək ki, orada mizah var, anlayış var, bəlkə də bir aktyorluq var, amma ki, burada qıraqdan baxanda, yəni ki, heç də xoş görsənmir. İndi ola bilər ki, mənim fikrimlə razılaşmarsınız, amma ki, xoşa gəlməzdir bir sözlə. Əziz dostlar, keçirik, sonuncu videomuza baxırıq. Gün. 5'ti, 4'dü, 3'dü, 2'di bu yaşamaqdır. Aha. 5'ti, 4'dü.
Əziz dostlar, videomuzun sonuna gəldik. Ümid edirəm ki, video xoşunuza gəldi. Öz fikirlərimizi çatdırdım. Video bəyənib, kanala abunə olub, rəy bildirməyi unutmuruq. Hələlik dostlar.